İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə görə avtomobil 7 halda hərəkətdən kənarlaşdırılaraq cərimə meydançasına aparılır. Çoxlardan artıq məlumdur ki, ilk növbədə nəqliyyat vasitəsini idarə edən şəxsin sürücülük vəsiqəsi olmadıqda bu hal baş verir. Bəs bilmədiyimiz məqamlar hansılardır? Dövlət qeydiyyat nömrə nişanının hər hansı biri yerinə bərk edilmədikdə, olmadıqda və yaxud standartlara uyğun olmadıqda cərimə meydançasına aparılır. Üçüncü, mühərrik, ban, şassi nömrəsi avtomobilin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərlə düzgün gəlmədikdə cərimə meydançasına aparılır. Həmçinin nəqliyyat vasitəsi alkoqol, narkotik vasitə və psixotrop maddələrdən istifadə edən şəxs tərəfindən idarə olunduqda avtomobil cərimə meydançasına aparılır. Lakin onunla birlikdə gedən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ varsa, maşın cərimə meydançasına yerləşdirilə bilməz. Parametr hədləri pozulmaqla qanunla qadağan olunmuş avadanlıqlar quraşdırıldıqda və yaxud dəyişdirildikdə, ban şüşələrinə qanunla qadağan olunmuş örtüklər çəkildikdə və qanunla qadağan olunmuş çox avazlı səs siqnalları və işıq siqnallarından istifadə olunduqda, əgər onları yerində aradan qaldırmaq mümkün deyilsə, o halda avtomobil cərimə meydançasına aparılır. Yəni sürücü yerində aradan qaldıra bilirsə, həmin o avadanlığı yerində söküb götürə bilirsə, o halda yalnız cərimə yazılır və sürücü hərəkətinə davam edir. İnzibati cərimə qüvvəyə mindiyi gündən 2 ay müddətində ödənilmədikdə, avtomobil cərimə meydançasına yerləşdirilə bilər. Nəqliyyat vasitəsi 2 yolla evakuator və dövlət yol polisi əməkdaşı tərəfindən duracağa daşına bilər. Sürücü cəriməni yerindəcə ödəsə, meydançaya aparmağa ehtiyac qalmır. Ancaq 2 halda avtomobil dayandığı və durduğu yerdə cərimə meydançasına aparıla bilər. Bu hallar birincisi, xüsusi parklanma talonu olmadan 24 saatdan artıq park elədikdə, ikincisi isə sürücü dayanma durma qaydasını pozmaqla saxladığı yerdə digərlərinin hərəkətinə mane olursa və məhdudiyyət yaradırsa, o halda həm cərimə yazılır, həm də avtomobil cərimə meydançasına aparılır. Sadaladığımız qayda pozuntuları aradan qaldırıldıqdan və cərimə ödəndikdən sonra avtomobili meydançadan çıxarmaq olar. Nərmin Səfərli,